Hadisə rayonun İsmətli kəndində baş verib. Kənd sakini 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın ölümündən təxminən 40 gün sonra evdə quraşdırılmış təhlükəsizlik kamerasının görüntülərinə baxılıb. Məlum olub ki, ahıl qadın gəlini Gülbəniz Həsənzadə və onun qardaşı Qasım Həsənzadə tərəfindən boğularaq qətlə yetirilib. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Qətl törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, mərhumun 4 övladı var və onların Rusiya Federasiyasında yaşadığı bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən gəlini isə bir müddət əvvəl kəndə gəlibmiş. Gəlin təzə gəlmişdi, hardasa bir 2 aya yaxın idi gəlmişdi Rusiyadan. O yoldaş göndərmişdi ki, ged anamın qulluğunda dur. Anası burada tək yaşayırdı, qızları da şəhərdə olurdu. Bu cür, biz də dünən eşitmişik. İşdəydim, dedilər hadisə bu cür olub, nə bilim, evə girilib, kameraya düşüb. Faktla bağlı cinayət işi başlanılıb. Mərhumun nəşi ekskumasiya olunub və ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib. Hazırda araşdırmalar davam etdirilir. Könül Kazımova, İlqar Mustafayev, Həcər Həsənova bugün informasiya proqramı üçün.